Deyirsən, ay qardaş, sən hansı rəngi xoşlayırsan? 40 yaşı var, hələ bilmir. Deyir, nə bilim. Bilmir hansı rəngi xoşlayır. Hansı şey dəbdədə onu giyinirəm mən. Bu öz istədiyi kimi yaşamır, ətraf buna diktə eləyir ki, necə yaşa. Ətraf buna diktə eləyir. Ancaq başqaları var bunun həyatında, özü yoxdur. Özü ilə bir danışmır ki, mənim hansı paltardan xoşum gəlir, hansı rəngdən xoşum gəlir, hansı formada giyinməkdən xoşum gəlir. Bilmir insan nə istəyir, neyniyək ki, bu adam öz istəklərini tapsın, özünü tapsın, özünü tanısın. Biz düşündürək bu adamları, bizim yolumuz budur, başqa əlimizdən bir iş gəlmir. Mən bunu çox demişəm, uşaqlarınızı düşündürün. Bir olar ki, bir mövzu ortaya düşəndə, qızın bir söz deyəndə deyəsən ki, bilmirəm valla, nə bilim. Deyir, o necə deyim, axı, görürəm səhv deyir. Qoy səhv desin, dedim. Qoy səhv desin, o böylükdə Allah çəkilir qırağa hərdən deyir, gedin səhv eləyin, özünüz tapın. Səhv eləyirsiniz, gedin eləyin, səhvinizdən nəticə çıxardın. Hər şey haqqında bizə danışmır. Baxır, görür, bəndəsi günah eləyir. Yəqin mələklər qışqırır ki, ay Allah, buna tez cəza verək, günah eləyir. Allah deyir, səbr eləyin, qoyun, eləsin, görək nə olur, axırı nə olur, nəticəsi nə olur. Fürsət verək, görək, düşünəcək, yoxsa yox. Özümüzü, ətrafdakılarımızı düşünməyə öyrədək. Özümüzdən soruşaq ki, nə istəyirsən, ay filan kəs, dərdin nədir? Bir adam özü özündən soruşmasa, hey kənardan onu moizə eləsələr xeyri olmayacaq. Bəzi adamlara moizə bir üstüyə təsir eləmir, özü ilə məşğul olmur ona görə. Amma özü ilə məşğul olan adam bir dənə moizə eşidir, deyir, hə, bax bu mənə qaranlıq idi, tapdım. Moizədə tapdım cavabını. Məsələni həll elədim.